yaş artdıqca xəstələrdə nə üçün cinsi problemlər yaranmış olur? Cinsi orqanın içərisində sağda və solda qan deposu deyə bir mağaralı cisim vardır ki, bura damarlar vasitəsilə qan gəlir, dolur və bu depo genişlənir, penis sərtləşir. Lakin zaman keçdikcə həmin depoya gələn qanın miqdarı azalır, həmin elastik deponun elastikliyi itmiş olur, kirəcləşmiş olur və penis səthini itirmiş olur. Bunun üçün nə etmək lazımdır? Avropa Uroloq Dərnəyinin ən son müalicə yöntəmi olan şok səbəb əlaqə terapisidir ki, penisdə olan damarların sayını artırmaqla, buraya gələn qan həcminin sayını artırmaqla və vakuum terapi vasitəsilə həmin damarları genişləndirərək buraya maksimum dərəcədə oksigenlə zənginləşmiş qan cəlb etməklə penis sərtləşməni təmin edirik. İstər şəkərə bağlı xəstələrdə, istər daha irəli yaş xəstələrdə bu problem daha çox yaygın olduğu üçün bu aparatlar ən son istifadə olan aparatlar ən müasir müalicə metodları hesab olunur.